Salam, hər vaxtınız xeyir dostlar. Hər birinizi xoş gördük yeni videoda. Keçdiyimiz ay Ukrayna ilə İsveç arasında müqavilə imzalandı. Müqaviləyə görə Ukrayna İsveçdən Saab JAS-39 Gripen çoxməqsədli döyüş təyyarələrini əldə edəcək və növbəti 10 il ərzində də 150 ədəd döyüş təyyarəsinin Ukraynaya tədarük ediləcəyi bildirildi və ilk təslimatın 2026-cı ildə başlayacağı qeyd edildi. Məlumat üçün onu da bildirim ki, Ukraynanın istifadəsində hal-hazırda F-16 və Miraj 2000 kimi NATO istehsalı təyyarələr var. Mən də istəyirəm bugün bu haqda danışam. Eyni zamanda Gripen təyyarəsi haqqında da sizlərə məlumat verəm. Çünki ölkəmizdə də bu döyüş təyyarəsinə marağı olan çox aviasiya həvəskarı var. Hər nə qədər Gripen təyyarəsinin adı F-35 qədər, F-16 qədər, Su-35 qədər çəkilməsə də, o da öz sinfinin ən yaxşılarından biri hesab edilir. 1970-ci illərdə İsveç Hərbi Hava Qüvvələrinin istifadəsində Saab 35 Draken və Saab 37 Viggen kimi döyüş təyyarələri var idi. Lakin zaman keçdikcə bu təyyarələr köhnəlirdi və texnologiya da artıq inkişaf edirdi. Belə olduğu təqdirdə İsveç hökuməti də yeni döyüş təyyarəsi layihəsinin yaradılmasına qərar verdi və bu işi Saab firmasına tapşırdı. İstehsal olunacaq yeni təyyarə həm hava-hava döyüşlərini həyata keçirə bilməli, həm bombardman tapşırıqlarını, həm də kəşfiyyat tapşırıqlarını həyata keçirə bilməli idi. Elə onun adındakı JAS hərfləri də təyyarənin bu özəlliklərə sahib olduğunu bildirir. Eyni zamanda bu təyyarə uzunluğu 800-900 metr olan uçuş zolaqlarına enib qalxa bilməli idi. Bu uçuş zolaqları dağınıq halda olsa belə uğurla həmin uçuş zolaqlarından havaya qalxa bilməli idi. Və 1979-cu ildə təyyarənin istehsalına başlanılır. 1986-cı ildə təyyarə ilk sınaq uçuşunu həyata keçirir və 1996-cı ildə İsveç Hərbi Hava Qüvvələrinin istifadəsinə verilir. Təyyarənin ilkin olaraq A, B, C və D modelləri istehsal olunmağa başlanıldı. A modeli tək oturacaqlı idi, B modeli isə iki oturacaqlı idi və təlim məqsədləri üçün istifadə olunurdu. C modeli isə NATO standartlarına uyğunlaşdırılmışdı və təkmil sistemlərə sahib idi. D modeli də C modelinin iki oturacaqlı versiyası idi. Bu təyyarənin ən müasir modeli isə Gripen Y modeli hesab edilir. Təyyarənin texniki parametrlərinə gəlincə isə orijinal versiya üzərindən geçsək, təyyarənin uzunluğu 15 metr, qanad açıqlığı 8,6 metr, hündürlüyü isə 4,5 metr təşkil edir. Boş halda çəkisi 800 ton, maksimum qalxma ağırlığı isə 16 ton təşkil edir. Daxili yanacaq tutumu 3400 kq-dır. Yüksüz halda mənzili 4000 km, döyüş radiusu isə 1500 km təşkil edir. Gripenin ilkin modelləri Volvo LM12 turbofon mühərriklərindən istifadə edir. Hansı ki, bu mühərriklər General Electric F404 mühərriklərinin İsveçdə istehsal olunan versiyaları idi. Müasir Gripen Y modelində isə General Electric F414G mühərriki istifadə edilir. Bu mühərrik həm səmərəliliyi baxımından daha yaxşıdır, həm də istehsal etdiyi güc daha çoxdur və təyyarə səs sürətinin 2 qatına qədər sürət yığa bilir. Silahlanmasına gəldikdə isə Gripenin əsas silahı 27 mm-lik Mauser BK-27 revolver tipli topdur və 120 mərmi tutumuna sahibdir. Qanad altında 10 ədəd askı nöqtəsi var və bu askı nöqtəsində ümumilikdə 7200 kq döyüş yükü daşıya bilir. Bu döyüş yükünə Meteor, AIM-9X, AIM-120 və infrared başlıqlı raket də daxil olmaqla bir çox raket daşıya bilir və bu döyüş yükünə həmçinin müxtəlif tipli aviabombalar da daxildir. Qanadaltı askılarda həmçinin kəşfiyyat podları və yanacaq podları da quraşdırıla bilir. Təyyarə delta qanad dizaynına sahibdir və kanallarla təchiz edilir ki, bu aerodinamik dizayn onun manevr qabiliyyətini daha da yaxşılaşdırır. Hətta bəzi qərb analitikləri qeyd edir ki, Gripen təyyarəsi rusların Su-27-lərindən daha yaxşıdır. Təyyarənin kokpitində böyük bir sensor displeyi var. Onun avionik sistemlərinə Raven S02 AES radarı, Arexis radioelektron mübarizə sistemi və Skyward infraqırmızı axtarış sistemi daxildir. Bu üçlü sistem pilota həm aktiv, həm də pasiv hədəf aşkarlama qabiliyyəti qazandıraraq uzun mənzillərdə, görüş mənzilindən uzaq məsafələrdə hədəflərin radar emissiyası yaymadan müəyyənləşdirilməsinə yardım edir. Gripen Fly-by-Wire rəqəmsal uçuş idarəetmə sisteminə sahibdir ki, bu sistemdə təyyarəni həm uçuş zamanı, həm manevrlar zamanı stabilliyini qorumağa yardım edir. Keçdiyimiz iyul ayında Saab firması
Almaniyanın Helsing firması ilə əməkdaşlıq edərək Gripen Y modelində Centaur süni intellekt sistemini quraşdırdı və sınaqlar zamanı Centaur pilota görüş mənzilindən kənar hədəfi müəyyən etməkdə kömək etdi və həmin koordinatları, hədəf haqqındakı məlumatları pilota göstərdi. Pilota isə sadəcə düyməyə basmaq qaldı. Eyni zamanda bu süni intellekt sistemi hədəf olaraq seçilmiş Gripen D modeli qarşısında müxtəlif manevrlar həyata keçirdi müstəqil olaraq. Bu da qeyd olunur ki, bütün döyüş təyyarələri arasında bir ilkdir. Yəni süni intellekt sisteminin pilotdan asılı olmadan müstəqil hərəkətlər icra edə bilməsi bacarığı təkcə Gripen Y modelinə hələlik məxsusdur. Gripenin gizlilik özəlliyi, stealth özəlliyi demək olar ki, yoxdur, amma onun yüksək manevr qabiliyyəti və görüş mənzilindən kənardakı hədəflərə kilidlənə bilməsi özəlliyi bu gizlilik özəlliyinin olmamasını biraz ört-basdır edir. İstehsal olunduqdan sonra bu təyyarə Cənub-Şərqi Asiya, Mərkəzi Amerika və Cənubi Afrika ölkələrinə ixrac edilməyə başlanıldı. Maliyyə baxımından çox sərfəli olduğundan Macarıstan, Çexiya, Tayland, Braziliya kimi hərbi büdcəsi yüksək olmayan ölkələrin başlıca seçim halına gəldi. Qeyd edim ki, Gripen təyyarəsi bütün döyüş təyyarələri arasında saatlıq uçuş xərci ən az olan təyyarədir. Bu göstərici Gripen təyyarəsi üçün saatda 7-8 min dollar, F-16 üçün 20-25 min dollar, Rafael üçün 30-35 min dollar, F-35 üçün isə 40-45 min dollar olaraq hesablanır. Gripenin qiyməti haqqında dəqiq doğru bir məlumat olmasa da, onun qiymətinin 85 milyon dollar civarında olduğu bildirilir. Bəzi mənbələr isə 100 milyon dolların üzərində olduğunu qeyd edir. Məncə bu 85 milyon dollar onun təchizatsız halda olan qiymətidir. Bu barədə siz dəqiq məlumat bilirsinizsə, rəylərdə mənimlə bölüşməyi unutmayın. İsveç hal-hazırda Gripen Y modelindən 60 ədəd sifariş verib və bu il ərzində bu sifarişin ilk partiyasını artıq əldə edib. Braziliyada bu təyyarənin yerli olaraq montajı həyata keçirilir. Hindistanda və Kanadada isə bu təyyarənin tanıdılması, reklam prosesi davam etdirilir. Hər nə qədər həm gizlilik baxımından, həm də bir sıra avionik bacarıqları baxımından F-35-dən geri qalsa da, F-35-in başlıca rəqiblərindən biri sayılır və hansı ölkələr ki, F-35 ala bilmir və ya hər hansısa bir Amerikan təyyarəsini ala bilmir, müxtəlif səbəblərdən dolayı, bu səbəb ya siyasi səbəblər ola bilər, ya maliyyə səbəbləri ola bilər, o ölkələr üçün ikinci seçim olaraq təklif edilir. Gripenin əldə edilməsi iqtisadi baxımdan da sərfəlidir, çünki elə ölkələr var ki, həm kəşfiyyat təyyarəsi, həm bombardman təyyarəsi, həm də hava üstünlüyünü qorumaq üçün bir təyyarə əldə etmək istəyir. Bunların üçünə də pul vermək əvəzinə Sab-39 Gripen təyyarələrini seçə bilər. Amma düşünürəm ki, strateji əməliyyatlar üçün, düşmənin dərinliklərindəki əməliyyatlar üçün, daha ağır yüklərin daşınması üçün Gripen təyyarələri kifayət etməyə bilər. Gripenin fəlsəfəsi çevik, ağıllı, daha az resursla daha çox iş görə bilməkdir. Bəlkə də Gripen ölkəmiz üçün əlverişli bir alternativ ola bilər. Doğrudur, hal-hazırda ortada Su-35, J-10, JF-17 söhbətləri gedir. JF-17-lərin təhvil alınmasına baş qarışıb, amma hər şey tərs gedərsə, hər hansısa bir Allah eləməsin, alış-veriş baş tutmazsa, düşünürəm ki, Gripen modelini də düşünmək olar. Bəs siz bu barədə nə düşünürsünüz? Sizcə Gripen modeli aviasiyamız və relyefimiz üçün əlverişlidirmi? Siyasi baxımdan hər şey yolunda getsə, bu modellərin alınmasına da nəzər yetirilə bilərmi? Videonu bura qədər izlədiyiniz üçün hər bircə minnətdaram. Dəstəyiniz üçün minnətdaram. Gələn videolarda görüşənədək hələlik.